Dostlar biz hara gedirik? Basmaya. Salamlar, kanalıma xoş gəldiniz. Bugün sizlərə Cənubi Koreya necə getdiyimdən və burada başımıza gələn maraqlı hadisələrdən danışacağam. Öncəliklə getmədən öncə ilk dəfə həyatımda sushi sınadım ki, orada yeyə bilim. Koreyaya getməkdə əsas məqsədimiz universitetlər arası beynəlxalq biznes plan müsabiqəsi idi. Bu müsabiqədə artıq ilk mərhələləri keçmişdik və final mərhələsi Koreyanın Daejeon şəhərində keçirilirdi. Və burada bizim getməyimizi dəstəkləyən universitetimizə, həmçinin də Gənclər və İdman Nazirliyinə təşəkkürümüzü bildiririk. Koreya bizi öz gün batımı ilə qarşıladı və artıq təyyarədən enməmişdən bu mənzərə məni valeh etmişdi. Hər kəs Koreyanın yanvar ayında çox soyuq olduğunu deyirdi, amma mən bu qədər də soyuq olacağını təsəvvür etməmişdim. Həqiqətən çox soyuq idi. Maraqlı fakt isə Koreyalılar pomidoru meyvə olaraq görürlər. And to officially begin today's ceremony, it is my great honor to invite our Executive Dean to deliver the welcome speech. Please welcome Professor Chia Sing Hwan. Welcome everyone. It is a great honor. Yarışma müddətində bizə Lake Materials adlı bir şirkətə ESG, yəni Environment, Social və Governance ilə bağlı strategiya yaratmaq tapşırılmışdı. Bununla bağlı biz öz ideyalarımızı verirdik və şirkətin maliyyə cəhətdən bu ideyaları həyata keçirməyə hazır olmadığını yoxlayırdıq. Həmçinin də bununla yanaşı universitet daxilində, Solburcu Universitet daxilində əylənməyə çalışırdıq. Dünyanın temeli sınıp sökülse, sevincim geyip olup göğe çekilse canım, hasretinin yollarındayım. Koreya yeməklərini yeyə bilirəmmi deyə sual versəniz, təbii ki də bilmirdim. Bəxtimizə universitetin yaxınlığında marketlər və çayxana adlı bir restoran vardı. Düzdür, biz nə vaxt getsək bağlı idi. Amma yenə də şirniyyatlar və şokoladlarla özüm bir təhər 5 gün ərzində yola verməyi bacarmışdım. Ən maraqlı fakt isə getdiyimiz marketdə kiçik bir şeyin belə qiymətini 1000-2000 olaraq görürdük ki, məsələn 1000 won bizim pulumuzla 1 manat neçəsə qəpikdir. Eldar öz logosunu düzəldəcək. Budur sana. So guys, indi burada bir tane kıvırcıq var. Ay yok, bu değil, gözlüm. Kıvırcıq axtarıq. Bilmiyorum. Neyse, axotum yoxdur. Uyda, şəhərə bax. Əbülfəzin hər videoda dediyi Vasmoy buradır. Bəli. Gördüyünüz kimi hər yer Vasmoydu. Bizim Vasmoy oxşuyur ciddi. Deyirəm ki, Vasmoyları belə tərtəmizdir də, yəni yerə zada bax. Hər yer. Deyəsən mən çiyələyi alacağım axırı. Çiyələyin fəsli qış fəslidir Koreyada və 7000 wondur. She's our coordinator. He's so cute. And he's the Füzuli müəllim. Salam. Salam aleyküm. Bu sevdalar boşuna, bu sevdalar boşuna. Başı belə elə, düzdür dayı. Biraz başını aşağı elə. I prepare some like lucky clever for you.
and some notes. So I truly believe in you. You can do it, guys, and it's very, very nice to meet you in Korea. So I really hope that we can meet again. And Yes. we will talk more after the presentation. Right now you have to go. So fighting, go and do it. Show who you are and do your best. Okay? Hope so. And then Thank you. Shafika, Thank you. Zahra, and Abu Fas. Okay, guys, go to the presentation. Conduct stated in a single so that's why we would need we would Attention. Və canavarlarımız sayəsində Azərbaycan ikinci yerə layiq görüldü. Günün sonunda günün yorğunluğunu, həftənin yorğunluğunu çıxartmaq üçün karaoke'yə getdik. Koreyadakı son günümüz Seul gəzintisindən ibarət idi. Və burada gördüyümüz robot bələdçilər məni çox təəccübləndirmişdi. Çünki sistemdə hansı yerə getmək istədiyimizi yazırdıq və robotlar özü bizi həmin yerə doğru istiqamətləndirirdi. Bu çox maraqlı təcrübə olmuşdu. Bir neçə günü fast food və şokoladlarla yola verdikdən sonra son günü də yenə fast foodla yola vermək qərarına gəlmişdik. Yəni Koreyaya gəlib Koreyanın KFC-sini sınamaq olmazdı. İnternetdə gördüyümüz kimi çox maraqlı, min cür çeşiddən ibarət kitabların olduğu bir kitabxana idi və burada yeni il əhval-ruhiyyəsi hələ də bitməmişdi. Və Koreyada özümə bir kiçik oyuncaq aldım. Adını da Nilay qoydum. Koreya mənim üçün maraqlı təcrübə oldu, amma düşünürəm ki, önümüzdəki 5-10 ildə Koreyaya bir də getmərəm. Getsəm də yaz fəslində gedirəm, çünki çox soyuqdur.